Olmaz. İnsan özünü digər qövmlərə bənzədə bilməz. Ən şərəfli ümmət müsəlman ümmətidir. Çox heyflər olsun ki, müsəlmanlar özlərini ən rəzil olan qövmlərə oxşadanlar var. Danışığında, duruşunda, hərəkətində, nə bilim, geyimində, yeməyində, içməyində, çox məsələlərdə. Allahu akbar. Ailə münasibətlərində, hətta yataq məsələlərində. Bəzən şeylər var ki, danışmağa məcbur olur. Yəni Allah Taala haqqı bəyan etməkdən həya etməz. Subhanallah, adam danışmağa yəni utanır bəzən. Olmaz. İnsan özünü, müsəlman kəs özünü qeyri-müsəlmana bənzədə bilməz. Olmaz. Qoy onlar elə biz oxşasınlar da. Niyə biz onlara oxşamalıyıq? Bayramlarımıza qədər fikir verin, artırmışıq. 2 mübarək bayramımız var. Artıra gedirik. Özümüzü oxşatmışıq qeyri-İslami insanlara da, yəni dinlərə, cəmiyyətlərə və s. millətlərə. Müsəlman var, bugün ailəsinə ad günü keçirir. İbadət əhli içində var, vallahi qardaş. Əhl-i sünnət deyir özündən, qardaş, övladlarına ad günü keçirir. Nə bilim, toy nişan mərasimləri. Yəni İslamda bu da bildirilib. Getdi, qərbi oxşayıblar, bəzi adətləri götürüblər. Yas mərasimlərində nə qədər bidətlər, xurafatlar. Nə bilim, hansı məsələ toxunursan, görürsən ki, orada digər qövmlərə bənzərlik var. Və həmçinin geyimdə də. Çox təəssüf olsun. Kişili, qadınlı elə bir formada geyinirlər ki, deyir, vallahi şəriətə müxalifdir. Şəriətlə dinimizə görə haramdır. Olmaz, belə eləmək olmaz. İstər kişi olsun, istər qadın olsun. Hətta lənət gəlib kişinin özünün qadına bənzətməsini və ya qadının özünün kişiyə bənzətməsi olmaz. Belə ona görə insan, gözəl qardaşlar, əziz dinləyiciləri, müsəlman olan kəs özünü həmişə şərəfli tutmalıdır. Aşağı qövmlərə oxşamaq olmaz, onlar kimi olmaq olmaz. Onlara bənzəmək olmaz.